2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilir. Müharibə və ya 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə şamil edilir. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 600 manat, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 500 manat, orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 400 manat, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşa tək əlilliyi müəyyən edilmiş insanlara qulluq edən şəxslərə 120 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat.